Aydın özür sen de yine benden. Zaman seni baba yuvandırdı. Zaman seni baba yuvandırdı. Hadi görün Mehmet'in toyuna. Sen stoy bir sat yuvandırdı. Stoy bir sat yuvandırdı. Toyxana yapmaya girdi. Alkışlarını fanat yubandırdı. Alkışlarını fanat yubandırdı. Bildim ki kardeş oğlunun toydu. Mene bir de bırak yuvandırdı. Mene bir de bırak yubandırdı. Biraz beni saat yubandırdı. Arzularını hayat yubandırdı. Bahane yerine yine saat yok. Ya da bahane yerine yine Murat'ı. Belki 5-10 manat yubandırdı. Belki 5-10 manat yubandırdı. Bir ne diye biraz yuvandım ben. Alkışlarını fanat yuvandırdı. Bana sözü gibi ağamızca. Sen üçün hissiyat yubandırdı. Sen üçün hissiyat. Allah şifasını versin. Eşitmişəm Kərim Aydın haqqında deyib ki, o məni vadar elədi təzədən kitab oxumağa. Bu videoda Aydını tərifləmək kimi bir niyyətimiz yoxdur. Heç buna ehtiyac da yoxdur. Fikir verdiniz, rəqibinin toya gecikməsindən necə məharətlə istifadə elədiyi bir növ Orxanı əks hücumda yaxaladı. Və nəhayətdə Orxan təkrar elədi. Bu Orxanın zəifliyi deyil ha, Aydının məharətidir. Özü demiş, dərya mürəkkəb, meşə qələm olsa, mən Aydına varaq çatdıra bilməz.